Garajımıza Kia Niro markalı maşın yaxınlaşıb. Deməli maşın alt hissədən zədə alıb, yəni aktuator hissədən, bu hissədən aktuator zədə aldığına görə baxın gördüyünüz kimi bu köhnəsidir. Köhnə hissəsi, motor çıxış hissəsi zədə aldığına görə maşın qabağa gedir, amma arxa hissəyə işləmirdi. Biz də onun əvəz edicisini, yəni işlənmişini qoymuşuq üst hissəsinə. Düzdür, bunun toklarında da problem var idi. Çünki qabaq hissədən udar gördüyünə görə elektrik işləri də görüldü. Baxın gördüyünüz kimi vəziyyət tokları yəni bərbad gündədir, pis gündədir. Amma yenə də biz tapdıq bunu, normal vəziyyətinə düşdü. Elektron işləri də o var idi, problem. Yəni naqillərində də qırıqlar olduğuna görə maşın işləmirdi. Kia Niro markalı maşındır, 6 Scores'dur. Robot qarabqa. Gördüyünüz həmin bu hissə udar tutduğuna görə biz bunu elektronika verdik, düzəlmədi. Yəni əmələ gəlmədi. Ola bilər içində sxemlər, zadlar yansın, problem olsun. İndi hal-hazırda həm dala gedir, həm də qabaq hissəyə gedir. İndi yarı hissəyə kimi də ferdi saçkası giyilib. Düzdür, ferdi saçkası hələ gedər. Əsas odur, yəni həm dala gedir, həm qabağa gedir.